Daim nəsə çatışmır, elə deyilmi? Daha yaxşı telefon, daha yüksək maaş, daha çox tanınmaq. Qədim Yunanistanda bir adam var idi ki, bütün bu daha çox istəyinin bizi bədbəxt etdiyini sübut etdi. Onun adı Epikürdür. Çoxları onu sadəcə yeyib içmək, əylənmək tərəfdarı olan bir hedonist kimi tanıyır. Amma bu böyük bir yanlışdır. Epikür üçün xoşbəxtlik səhərə qədər rəqs etmək deyil, ruhun fırtınasız olmasıdır. O, fəlsəfəni bir müalicə üsulu kimi görürdü. Gəlin 2300 il əvvəl qurulmuş bu xoşbəxtlik laboratoriyasına birlikdə baş çəkək. Epikür eradan əvvəl 341-270-ci illərdə yaşamış qədim Yunan filosofu idi və onun təlimi insan həyatının məqsədini xoşbəxtlik kimi müəyyənləşdirirdi. Bu xoşbəxtlik isə sadəcə əyləncə və ya həzz deyil, ruhi sakitlik, ataraksiya və bədən ağrısızlığı, aponiya idi. Epikürün fəlsəfəsi 3 əsas hissədən ibarət idi: fizika, təbiət haqqında; kanonika, idrak haqqında və etika, əxlaq haqqında. O, bütün bunları bir-biri ilə bağlı sistem kimi qurmuşdu ki, insanlar qorxulardan azad olub sakit həyat sürsünlər. Epikürün fizikası atomizmə əsaslanırdı. Dünyanın əsasını bölünməz kiçik hissəciklər, atomlar və onlar arasında boşluq təşkil edirdi. Atomlar boşluqda hərəkət edir, toqquşur və müxtəlif birləşmələr yaradırdılar. Bu, Demokritin ideyalarından ilham alınmışdı. Lakin Epikür bəzi dəyişikliklər etmişdi. Məsələn, atomların bəzən düz xəttdən kiçik sapma etdiyini deyirdi ki, bu da səbəb-nəticə zəncirini qırır və insan iradəsinə yer açırdı. Beləliklə, hər şey təbii qanunlara uyğun baş verir, amma tam mexaniki fatalizm yoxdur. Tanrılar da var, lakin onlar mükəmməl və xoşbəxt varlıqlar kimi təsvir olunur. Onlar insan işlərinə qarışmır, mükafat və ya cəza vermirlər. Bu, qorxunu aradan qaldırırdı. O, tanrıların varlığını tamamilə inkar etmirdi. Əksinə, onların mövcud olduğunu qəbul edirdi. Lakin bu tanrılar xalqın, ənənəvi dinlərin və əfsanələrin təsvir etdiyi kimi deyildi. Epikürə görə tanrılar mükəmməl, əbədi və sonsuz xoşbəxt varlıqlardır. Onlar heç vaxt ağrı çəkmir, heç bir narahatlıq yaşamır və daim ataraksiya halındadılar. Bu xoşbəxtlik onların mahiyyətidir və heç nə onları bu vəziyyətdən ayıra bilməz. Epikür Menekeyə məktubunda yazırdı ki, tanrıları əbədi və mübarək varlıqlar kimi qəbul etmək lazımdır və onlara heç bir şey aid etməmək olar ki, bu onların əbədiliyinə və xoşbəxtliyinə zidd olsun. Tanrıların varlığı bizim üçün aydın və aşkar şəkildə məlumdur. Bu, insanlarda olan ümumi ön anlayışdan gəlir. Lakin kütlələrin tanrılar haqqında təsəvvürləri səhvdir. İnsanlar tanrıları özlərinə bənzədərək təsvir edirlər. Qəzəbli, qısqanc, cəza verən, mükafat paylayan varlıqlar kimi. Ən əsas nöqtə budur. Tanrılar insan işlərinə qarışmır. Onlar nə dünyanı idarə edir, nə təbiət hadisələrini yaradır, nə də insanlara diqqət yetirirlər. Bizim dualarımızı, qurbanlarımızı eşitmirlər və cavab vermirlər, mükafat vermirlər, cəza da vermirlər. Əgər Tanrı həqiqətən xoşbəxt və sakitdirsə, onda o bizim kimi kiçik problemlərlə, günahlarla, ədalətsizliklərlə məşğul ola bilməz. Bu, onun xoşbəxtliyini pozardı. Tanrının dünyanı idarə etməsi və ya insan taleyinə qarışmağı onun üçün ağır yük olardı və bu, onun mükəmməlliyinə zidd olardı. Bunun əvəzinə tanrılar Epikür üçün əxlaqi ideal nümunə rolunu oynayırdılar. Biz onlar kimi sakit, ölçülü, xoşbəxt yaşamağa çalışmalıyıq. Onlara hörmət etmək, onları düşünmək insana öz həyatını gözəlləşdirməyə kömək edir. Amma qorxu və ya itayət hissi doğurmur. Bu yanaşma Epikürün atomist fizikası ilə də tam uyğundur. Dünyada hər şey təbii səbəblərlə baş verir. Tanrıların müdaxiləsinə ehtiyac yoxdur. Əgər ildırım düşürsə, bu Zevsin qəzəbi deyil, sadəcə atomların hərəkətidir. Beləliklə, insanlar təbiəti anlamaqla və qorxuları biliklə dağıtmaqla həqiqi azadlığa çata bilərlər. Epikürün bu fikirləri çox cəsarətli idi. Çünki qədim Yunanistanda din cəmiyyətin əsas sütunlarından biri idi. O, tanrıları inkar etmədən, onları insan həyatından uzaqlaşdıraraq, insanları öz həyatlarının ustası edirdi. Bu, 4 dərmanın birinci prinsipi idi: tanrılardan qorxma. Nəticədə Epikürün tanrı anlayışı insanlara böyük rahatlıq verirdi. Həyatını tanrıların qəzəbindən qorxmadan, dualara vaxt itirmədən, sadəcə təbiət qanunlarını anlayaraq, elmi dərk edərək və arzuları məhdudlaşdıraraq yaşamaq mümkün olurdu. Bu, onun fəlsəfəsinin ən parlaq və azad edici tərəflərindən biridir. Epikürün 4 dərmanının ikinci prinsipi ölüm qorxusunu aradan qaldırmaqdır və bu, onun fəlsəfəsinin ən məşhur və ən təsirli hissələrindən biridir.
O belə deyirdi: "Ölüm bizim üçün heç nədir. Çünki biz var olanda ölüm yoxdur. Ölüm gələndə isə biz yoxuq." Bu sadə kimi görünən cümlənin arxasında dərin və sistemli bir arqument dayanır. Epikürün bütün etikası hissiyat üzərində qurulub. Yaxşı və pis, həzz və ağrı yalnız hiss edə bilən varlıq üçün mövcuddur. Əgər bir şey hiss olunursa, o nə yaxşı, nə də pis ola bilər. Ölüm isə tamamilə hissiyatın sona çatmasıdır. Ölüm anında ruh və bədən atomları dağılır, şuur, duyğu və hər cür təcrübə bitir. Deməli, ölüm heç bir ağrı, heç bir qorxu, heç bir itki və ya məhrumiyyət gətirmir. Çünki bu hissləri yaşayacaq biz artıq yoxdur. Bu fikri daha dərindən başa düşmək üçün Epikürün Menekeyə məktubundakı verdiyi izahatı nəzərdən keçirməliyik. O yazır: "Ölüm ən dəhşətli bəlaların ən böyüyü bizim üçün heç nədir. Çünki biz var olduğumuz müddətcə ölüm hələ gəlməyib. Ölüm gələndə isə artıq biz yoxuq. Beləliklə, ölüm nə yaşayanlara, nə də ölülərə aid deyil. Yaşayanlar üçün o hələ yoxdur. Ölülər isə artıq mövcud deyillər." Epikür burada bir növ məntiqi paradoks qurur. Qorxu və ya narahatlıq yalnız gələcəkdə baş verəcək bir şeyə aid ola bilər. Amma ölüm bizimlə heç vaxt eyni vaxtda mövcud olmur. Həyatda olduğumuz müddətdə ölüm sadəcə mümkün bir hadisədir. Amma biz onu hiss etmirik. Ölüm baş verəndə isə artıq hiss edəcək subyekt yoxdur. Buna görə də ölüm haqqında narahat olmaq sanki olmayan bir şeydən qorxmaq kimidir. O həmçinin öncədən qorxunu tənqid edir. Bəziləri deyir: "Mən ölümün özündən yox, onun yaxınlaşmağından qorxuram." Epikür cavab verir ki, bu da boş qorxudur. Əgər ölüm gələndə heç bir problem yaratmırsa, onda onun gözlənilməsi də yalnız boş və mənasız bir narahatlıqdır. Bu anlayış həyatı sonsuz etmir, amma ölümsüzlük həsrətini aradan qaldırır. Biz artıq daha uzun yaşamaq üçün sonsuz arzu içində yaşamırıq. Əksinə, həyatın məhdudluğunu qəbul edərək indiki anı keyfiyyətli və xoşbəxt keçirməyə fokuslanırıq. Epikür ölüm qorxusunun həyatımızı necə zəhərlədiyini də görürdü. İnsanlar bu qorxu üzündən ya həyatdan qaçmağa çalışır, ya da əksinə ölümün ağrılarından qurtulmaq üçün onu arzuluyurlar. Hər iki halda da həqiqi sakitlik itir. Müdrik insan isə nə həyatdan qaçır, nə də ölümün bitməyindən qorxur. Əlbəttə, bu fikir sonralar çox tənqid olunub. Bəziləri deyir ki, ölüm hələ gəlməsə də onun gələcəkdə olacağı fikri indiki həyatımızı məhdudlaşdırır və itkilər yaradır. Amma Epikürün cavabı sadədir. Bu itkilər də yalnız hiss edən varlıqlar üçün məna daşıyır. Ölüm isə hissiyatı bitirdiyi üçün heç bir itki yaratmır. Nəticədə Epikürün bu ikinci dərmanı insanlara böyük azadlıq verir. Ölüm qorxusundan qurtulanda həyat daha yüngül, daha dəyərli və daha sakit olur. Artıq hər anı bir gün öləcəyəm qorxusu ilə keçirməyə ehtiyac qalmır. Əksinə, indiki anı ağılla və ölçülükdə yaşamaq mümkün olur. Bu, Epikür fəlsəfəsinin ən parlaq və azad edici tərəflərindən biridir. Epikürün 4 dərmanının 3-cü prinsipi belədir: yaxşı şeylər asanlıqla əldə edilir. Bu, onun etikasının ən praktik və həyati əhəmiyyətli hissələrindən biridir. O, insanlara deyirdi ki, həqiqi xoşbəxtlik üçün lazım olan hər şey təbiət tərəfindən asan və sadə şəkildə təmin olunub. Əgər biz arzularımızı düzgün anlasaq və məhdudlaşdırsaq, onda heç bir böyük səy, var dövlət və ya xüsusi şərtlərə ehtiyac qalmır. Epikür arzuları 3 əsas qrupa ayırırdı və bu bölgü 3-cü prinsipin əsasını təşkil edir. 1. Təbii və zəruri arzular. Bunlar həyat üçün vacib olanlardır. Acılığı yatırmaq, susuzluğu söndürmək, soyuqdan və ya istidən qorunmaq, sadə sığınacaq. Bu arzular ödənəndə bədəndə ağrı yox olur və ruh sakitləşir. Epikür deyirdi ki, bunlar asanlıqla əldə edilir. Bir parça çörək, su, ucuz paltar və ya sadə ev kifayətdir. Çörək və su onun ən məşhur nümunəsidir. Ac olan insan üçün bu ən yüksək zövq verir. 2. Təbii, lakin zəruri olmayan arzular. Məsələn, lüks yeməklər, zərif şərablar, gözəl evlər. Bunlar təbiidir, amma xoşbəxtlik üçün mütləq lazım deyil. Onlar əlavə zövq verə bilər, lakin asıllıq yaradır və əldə etmək daha çətin olur. Epikürün bağında yaşayanlar bu prinsipi praktikada tətbiq edirdilər. Onlar sadə yeməklər yeyir, su içir, dostluqla vaxt keçirir və heç vaxt böyük var-dövlət arzulamırdılar. Bu onları azad edirdi. Siyasət, şöhrət və ya pul uğrunda mübarizə aparmırdılar. Epikürə görə belə həyat ən yüksək xoşbəxtlikdir.
Bu fikir müasir dünyada xüsusilə aktualdır. Bugün insanlar daim daha çox istəyir, daha böyük ev, daha bahalı maşın, daha çox sosial media bəyənməsi. Bu sonsuz arzu dövrü narahatlıq, stres və bədbəxtlik yaradır. Epikürün mesajı isə əksinədir. Sərhədləri olan arzulara fokuslan. Təbiət sənə lazım olanı asanlıqla verir. Əgər acılığı sadə çörəklə yatıra bilirəmsə, niyə lüks restoranları üçün ömrümü xərcləyim? Niyə şöhrəti üçün öz sakitliyimi qurban verim? Üçüncü prinsip insanı gücləndirir. O deyir ki, xoşbəxtlik xarici şərtlərdən asılı deyil, o daxili seçimdir. Arzuları idarə etmək və təbiətin verdiyi sadə nemətlərdən razı olmaq. Bu həm yoxsulluqda, həm zənginlikdə sakit qalmağa imkan verir. Zənginlik gəlsə, ondan zövq ala bilərsən, amma gəlməsə də bədbəxt olmazsan. Epikürün bu fikri sonralar çox tənqid olunsa da, hansı ki bəziləri onu yoxsulluq təbliğatı adlandırırdı. Əslində o, həyatın real və əlçatan yolunu göstərirdi. O deyirdi ki, təbiət hər şeyi ölçülü yaradıb, yaxşı şeylərin sərhədi asanlıqla dolur, pis şeylərin isə müddəti ya qısadır, ya da ağrısı yüngül. Nəticədə üçüncü dərman insanlara belə bir azadlıq verir. Həyatını sonsuz istəklərin quluna çevirmə, sadə və təbii olanı et. Yaxşı şeylər həqiqətən asanlıqla əldə edilir. Sadəcə onları düzgün görmək lazımdır. Epikürün 4 dərmanının 4-cü prinsipi belədir. Pis şeylər, ağrılar ya qısa müddətli və dözülməsi mümkündür, ya da uzun müddətli, amma yüngül olur. Bu, onun fəlsəfəsində ağrının və bədbəxtliyin qorxusunu aradan qaldıran sonuncu, lakin çox vacib dərmandır. Epikür burada insana deyir ki, həyatda qarşılaşacağımız pisliklər və ağrılar heç də düşündüyümüz qədər dəhşətli və ya sonsuz deyil. Təbiət onları elə qurub ki, biz onlara asanlıqla dözə bilək. Bu prinsipin əsasını Epikürün əsas doktrinalar əsərində verdiyi izah təşkil edir. O yazır, bədəndə davamlı ağrı uzun müddət davam etmir. Əgər ağrı çox güclüdürsə, o çox qısa müddətli olur. Hətta bədəndə zövqü üstələyən ağrı da çox gün davam etmir. Uzun müddətli xəstəliklər isə bədəndə ağrıdan çox zövqün üstünlük təşkil etməsinə imkan verir. Epikür ağrıları iki əsas növə bölür. Kəskin ağrılar. Bunlar çox güclü, dözülməz kimi görünən ağrılardır. Məsələn, ağır əməliyyat ağrısı, qəfil xəstəlik və ya bədbəxt hadisə. Lakin bu cür ağrılar adətən qısa müddətli olur. Ya tez keçir, ya da bədən ona öyrəşir. Əgər ağrı həqiqətən çox şiddətlidirsə və davam edirsə, bu adətən ölümə yaxınlaşma əlamətidir. Ölüm isə Epikürə görə heç nədir. Çünki biz artıq hiss etmirik. Beləliklə, ən pis ağrılar ya tez bitir, ya da sonu gəlir. 2. Xroniki ağrılar. Bunlar uzun müddət davam edən ağrılardır. Məsələn, yaşlılıqda oynaq ağrıları, xroniki xəstəliklər. Lakin bu ağrılar adətən yüngül və ya orta səviyyədə olur. Onlar dözümlüdür, çünki bədən və ruh onlara tədricən öyrəşir. Epikür öz həyatında da ağır xəstəliklər keçirmişdi. Məsələn, böyrək daşları. Amma ölüm yatağında belə dostlarına xoşbəxtlikdən yazırdı və ağrıları dözümlü hesab edirdi. Epikürün arqumenti sadə və praktikdir. Təbiət bizə kömək edir. Həddindən artıq şiddətli və uzun müddətli ağrı eyni vaxtda nadir hallarda baş verir. Əgər ağrı həm uzun, həm də çox güclü olsaydı, bu təbiətin qanunlarına zidd olardı. Bu prinsip təkcə fiziki yox, həm də ruhi ağrıları, narahatlığı, kədəri, itkini də əhatə edir. Ruhi ağrılar da ya tez keçir, məsələn bir hadisənin şoku yaşanır, ya da uzun müddət davam edəndə tədricən zəifləyir. Epikürə görə ağıllı insan keçmiş zövqləri xatırlayaraq, dostluqdan dəstək alaraq və indiki anı idarə edərək ruhi ağrıları yüngülləşdirə bilər. Ən pis halda isə ölüm qapını açır və bütün hisslər bitir. 4-cü prinsip digər üçü ilə birləşəndə tam sistem yaranır. Tanrılardan və ölüm qorxusundan azad olanda, yaxşı şeylərin asan əldə olunduğunu anlayanda, insan artıq gələcək ağrılardan həddindən artıq qorxmur. O bilir ki, nə olursa olsun, ağrı ya tez bitəcək, ya da dözülməsi mümkün olacaq. Bu, həyatı daha az narahat edir və indiki anı daha sakit yaşamağa imkan verir. Epikür bu fikri bağında yaşayan dostları ilə praktikada tətbiq edirdi. Onlar ağrıları və bədbəxtlikləri qabaqcadan şişirtmirdilər. Əksinə, ağrını qəbul edir, onun müvəqqəti olduğunu xatırlayır və mümkün qədər zövqü artırmağa çalışırdılar. Epikür ölüm yatağında belə yazırdı. Bu xoşbəxt günü yaşayıram və ağrılarım var, amma ruhumda heç bir narahatlıq yoxdur.
Bu prinsip müasir dövrdə də çox faydalıdır. Bu gün insanlar xroniki stres, depressiya və ya fiziki ağrılardan qorxaraq həyatlarını korlayırlar. Epikürün mesajı isə belədir: ağrının həddini və müddətini şişirtmə. Çox vaxt bizim qorxumuz ağrının özündən daha böyük olur. Ağılla və sakitliklə yaşayanda hər ağrı dözümlü olur. Əlbəttə, bu fikir bəzilərinə çox sərt və ya sadə görünə bilər. Amma Epikürün öz təcrübəsi göstərir ki, o bu prinsipi həqiqətən yaşamışdı. O ağrıları inkar etmirdi, sadəcə onların qorxusunu aradan qaldırırdı. Nəticədə həyat daha yüngül və idarə olunan olur. Dördüncü dərman insanlara böyük ruh gücü verir. Həyatda pis şeylər qaçılmazdır, amma onlar bizi məhv etməyəcək. Ya tez keçəcəklər, ya da yüngül olacaqlar. Bu anlayışla insan qorxusuz, ölçülü və sakit yaşaya bilər. Epikürün arzuladığı kimi. Bu 4 sadə prinsip Epikürün bütün fəlsəfəsinin mahiyyətini təşkil edir. Onlar ruhun ən böyük yaralarını, 1. Tanrı qorxusunu, 2. Ölüm qorxusunu, 3. Sonsuz arzu əzabını və 4. Ağrının dəhşətini dərman kimi sağaldır. Tanrılardan qorxma, ölümün heç nə olduğunu bil, yaxşı şeylərin asanlıqla əldə olunduğunu qəbul et və ağrının ya qısa, ya dözümlü olduğunu xatırla. Bu 4 qaydaya əməl edən insan qorxulardan azad olur, arzularını idarə edir və həyatını sakit, ölçülü və həqiqi xoşbəxtlik içində keçirir. Epikürün mesajı sadədir. Həqiqi azadlıq və sakitlik xaricdə deyil, daxilimizdədir. Sadəcə doğru anlayışı qəbul etmək kifayətdir. Bu 4 dərmanı yadda saxlayın və həyatınızı daha sakit, daha azad yaşayın. İzlədiyiniz üçün çox sağ olun. Hər birinizə xoşbəxtlik və sakitlik arzulayıram. Hələlik.